Bismillahirrahmanirrahim. İmam Sadiq əleyhissalam öz atası İmam Baqir əleyhissalamdan belə bir hədis nəql eləyir. İmam Baqir əleyhissalam buyurur ki, 3 dənə xislət var ki, bu 3 xislətə sahib olmayan şəxsin imanı həqiqi kamil deyildir. Birinci, dinində anlayışı olmayanın. Yəni bir kəs dinində anlayışlı olmazsa, elmsiz olarsa, dinini öyrənməzsə, həmən kəsin imanı həqiqi kamil deyildir. İkincisi, məişətini gözəl şəkildə dəyərləndirməyənin. Yəni bir kəs öz yaşam xərclərini düzgün nizamlamasa, həmin kəsin imanı həqiqi kamil deyildir. Və üçüncü şəxs isə bəlalara səbr eləməyən şəxsdir. Bəlalara səbr eləməyib Allaha üsyan eləyən kəsin imanı kamil deyildir.